ümumiyyətlə xeyli dərəcədə insanlarımızı narahat eləyir böyrək ətrafında olan kistalar. Mən bir təcrübəli həkim kimi uzun müddət görürəm. Yəni, heç nəyə narahatçılığı yoxdursa, heç nəyə təsiri yoxdursa, yəni sidik ifrazına, ağrı vermirsə, o kistanın heç nəyə ziyanı yoxdur. Sulu kista da orada durur və yəni onu təcili nəyəsə daş deyil, böyrək daş deyil, ağrı versin, sancı versin. Yenə deyirəm, funksional pozğunluq vermirsə, onda ehtiyac yoxdur. Və verəndə artıq təbii ki, başqa tədbir görmək məcburiyyətində qalırıq. Beyində də elədir. Bəzən görürsən, insanlar narahat olurlar ki, mənim beyin toxumamda gliatin ocaqlar var.